Hər birinizi salamlamağa çox şadım. Bugün Şəkidə Slow Food Beynəlxalq Təşkilatı nümayəndələri, eləcə də Avstriya, Qırğızstan, İtaliya və Türkiyədən Slow Food mütəxəssisləri iştirak edirlər. Xarici qonaqlarımızı tarixi şəhərimizdə görməkdən məmnun olduğumuzu bildirir və bir daha xoş gəlmişsiniz deyirəm. Bildiyiniz kimi, ölkəmizdə Beynəlxalq Slow Food Təşkilatı ilə birlikdə Slow Food Azərbaycan layihəsi həyata keçirilir. Bugün Şəkidə keçirilən bu tədbir, Azərbaycan regional olaraq bu istiqamətdə bir mərkəzə çevrilməsinin nümunəsidir. Cənab Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevin diqqəti sayəsində Azərbaycan bütün istiqamətlərdə cəlb edici turist destinasiyasına çevrilməkdədir. Slow Food layihəsi ölkəmiz üçün çox vacib iki sahəni, turizm və kənd təsərrüfatını birləşdirərək regionlarda agroturizm inkişafına töhfə kimi çıxış edir. Ümumən, Slow Food hərəkatı yeni qrupların və fəalların qlobal birliyidir. Slow Food hərəkatının əsas məqsədi hər bir insanın dadlı, təmiz və dürüst qidalara çıxışını təmin etməkdir. Hal-hazırda bu hərəkat 160-dan çox ölkədə möhkəmlənir. Terra Madre beynəlxalq tədbiri isə Slow Food qlobal təşəbbüsünün bir hissəsidir və davamlı kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və bədəni irsin qorunması məsələlərini müzakirə etmək üçün ən nüfuzlu platformalardan biridir. Sir deyir ki, Azərbaycanda agro və ekoturizmin inkişaf etdirilməsi imkanları çox geniş və zəngindir. Layihə çərçivəsində hər bir region özünə məxsus məhsulları və dadları ilə çıxış edir. Bugünkü tədbirdə nümayiş olunan məhsulların bolluğu da göstərir ki, Azərbaycan həqiqətən də Slow Food fəlsəfəsinə uyğun bir destinasiyasıdır. Nəinki layihənin əhatə etdiyi Şimal, Qərb, Cənub və Qarabağ, həmçinin digər regionlarımızda da biomüxtəliflik incilərini tapmaq olar. Bu ərazilərin biomüxtəlifliyini qorumaq və yerli gastronomiyanın tanınmasına nail olmaq bizim üçün önəmli amildir. Bu mənada xüsusilə fermer və istehsalçıların bu işlə olan əziyyətini vurğulamaq istərdim. Bugünkü festival 50-dən çox fermer və istehsalçının səyləri və zəhmətləri nəticəsində ərsəyə gəlib. Slow Food Beynəlxalq Təşkilatı ilə əməkdaşlıqda əsas hədəfimiz də ölkəmizin turistik zonaların təmiz qida potensialının üzə çıxarılıb, turizmə inteqrasiya edilməsinə nail olmaqdır. Bu əməkdaşlıq milli gastronomiya və dayanıqlı turizmin inkişafında yeni mərhələ açaraq yerli məhsulların qorunmasına, icma əsaslı təşəbbüslərin güclənməsinə və kənd bölgələrin balanslı inkişafına xidmət edir. Azərbaycan Slow Food Beynəlxalq Təşkilatının ən nüfuzlu tədbirlərdən biri olan Terra Madre Salone del Gusto qida festivalında mütəmadi iştirak etməklə ölkəmizin zəngin gastronomi irsini və yerli məhsullarını dünya ictimaiyyətinə təqdim edir. Bu məqamı da qeyd etmək istərdim. Slow Food layihəsi yalnız yeni dad və yeni qida demək deyil. Bu layihə həm də yerli adət-ənənələr, milli mədəniyyət, yerli mədəniyyət deməkdir. Bir sözlə Slow Food layihəsi agroturizmə müasir, ancaq dəyərlərə əsaslanan yeni yanaşmanı gətirir. Layihənin fəlsəfəsi olan daha yaxşı, daha təmiz və ədalət prinsipi əsasında bölünən qida hər birimizin şüarı olmalıdır. Sonda layihədə əməyi olan hər kəsə təşəkkür edir, uğurlar arzulayıram. Diqqətinizə görə çox sağ olun.